Devam ediyor yoldaşlar. Harda qalmışdı. Bunları elədik. Baxırdıq. 45 nömrəli suala baxaq. Hı, bu sual buradadır. İndi bu sualda bayaqları sizə göstərdiyim, quizdə göndərdiyim üçüncü sual oxşayır bu sual. 2, 4, Hı -hı, düşünənlər 2, var. Ee, 4, deməli, burada görürəm ki, Merkuri sözünün qabağında 2. rəqəmlər verib, bir dənə də ki, rəqəmlərin də yanında hərflər verib. Bu rəqəmlər bizə nəyi göstərir? Rəqəmlər neçənci hərfi şifrələdiyini göstərir. Yəni, tutaq ki, burada A-nın qabağında 1 yazılıbsa, yəni bu demək istəyir ki, mən birinci hərfin şifrəsiyəm. Yəni, M-nın şifrəsiyəm. Tutaq ki, burada C-nin qabağında 3 yazıb, yəni demək istəyir ki, mən üçüncü hərfin şifrəsi, yəni R-nın şifrəsiyəm. Aydın Hmm, oldu. Misal üçün sizdən soruşsam ki, A-nın şifrəsi nədir? A-nın şifrəsi nə olacaq sizdə? bu Bəli, bax, bir F. Benim yine görselmir hemen de ekran. Görselirdi diyor. M. M, hə, okey. göstərmir ekran. Yenə yenidən bağlayıb açıram. Hər kəsə göstərsin deyə. Görsənir ekranım. Evet, çok sağ olun oldu. Hı -hı. Hə, dediniz ki, A hərfinin şifrəsi nə olacaq? M. Bu Cavab biraz B qarışıq variantı. oldu. Zəhmət olmasa, müəllim, zəhmət olmasa bunu başdan deyə bilərsiniz yenidən. Biraz qarışıq oldu. B variantıdır müəllim cavab. B variantı yəqin ki, ola bilər. Hə. Deməli, dedi ki, nə? Rəqəmlər var, rəqəmlərin yanında hərflər var. Dedi ki, bu birinin yanında A hərfi var, birinin yanındakı A, buradakı bu A-nın yanındakı 1 göstərir ki, mən birinci hərfin şifrəsiyəm. Yəni, M-in şifrəsi nədir? Atanı, A-dır. mənim dediyim maddə su gətirəcək, onu götürsün, qoysun. Cevap adı. Aha, tutaq ki, burada Q-nün yanında 6 yazır. Yəni, deyir ki, mən 6-cı hərfin şifrəsiyəm. 6-cı hərf tutaq ki, burada N-dırsa, yəni N-nın şifrəsi Q-dur. Gəl kütləcək. Nə verir? Hə, Yoldaşlar, dərs haqqında danışmayın da səsi bağlayaq zəhmət olmasa. Venera sözü. Venera sözündə birinci hərfin V hərfidir. V hərfi baxırıq ki, digər sözlərin içində yoxdur. Tapa bilmirəm V hərfini, saxlayıram onda. İkinci hərfə baxırıq, ikinci hərfə. İkinci hərfim E hərfidir. Görürəm ki, buradan E hərfi neçənci hərfdir? B. İkinci hərfdir. İkinci hərfi şifrəsini tapmaq üçün deməli, iki rəqəminin yanında yazılan hərfə baxmalıyam. Olacaq B. Sonra üçüncü hərfim N hərfidir burada. N hərfinin şifrəsi nə olacaq indi? Kömək edin. Q. Bəli, Q. N hərfi Saturn sözündə 6-cı hərfdir. 6-cı hərfin şifrəsi burada Q-dür. Ona görə mən 3-ün yanına yazıram Q. Dördüncü hərfim E hərfidir. B, E 4B. hərfinin şifrəsi B-dir. Əla. Beşinci hərfim C. R hərfidir. R-nın şifrəsi R burada üçüncü hərfdir. 3. Üçüncü C. hərfim burada C-dir. Əla. Altıncı hərfim A hərfidir. A-nın şifrəsi nədir? F qalır orada. Cavab A variantı. Bura M A-dır. hərfi. İkinci hərfdir. Burada da ikinci hərf M-dir. Olur M. İndi birinci hərfi bilmirəm deyə birinci hərfi saxlayıram. İkinci hərfə baxsam, ikinci hərf B olmalıdır. Baxıram. A-da doğrudur. Və 4 B D-də. olmalıdır. Amma Y variantı 2-yə T yazım. Amma məndə 2B olmalıdır. Y variantı səhvdir. B variantı C də 2B deyil. D variantı 2B'dir. Düzdür. İkisində də 2B'dir. 3Q olmalıdır. A-da 3Q'dur. C-də 3Q'dur. B-də də 3Q'dur. D-də də 3Q'dur. B C-ni də 4, çıxaraq 4 4B olmalıdır. olmalı. 4B'dir. C'də isə 4M'dir deyə atdı. Qaldıq A, B, D arasında. 5C olmalıdır.
B variantında 5C idi. A variantına 5C idi. D variantına 5C idi. 6M olmalıdır. 6M'dir. 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 Qaldı bir dənə birləri tapmaq. Baxıram A variantında 1'ə F yazıb. F, bəli. Amma F burada S'in şifrəsidir. Birinci hərfin şifrəsidir. Hmm. Ona B görə qalır doğru onda. cavab A variantı ola bilməz. O F həm S'in həm V'nin şifrəsi ola bilməz. Ona görə A səhvdir. Baxıram B variantına 1'ə H yazıb. H-da İyinin görəm şifrəsi. H burada 7-ci hərfin şifrəsi. Yəni I hərfinin şifrəsidir. Ona görə gedib V hərfinin şifrəsi ola bilməz. B variantı da səhvdir. Doğru cavabımız olur nə? D variantı 1Z. İndi buradakı Z, baxıram ki, digər sözlərin içində yoxdur elə bir şifrə. Ona görə mən V-nın yerinə Z yaza bilirəm, şifrələyə bilirəm. Doğru cavab olur D variantı. Aydın oldu? Bəli. Bəli. Yaxşı, 46-nı da eləyək. İndi bizdən radius sözünü şifrələmək istəyir. İndi birinci hərfin nə hərfidir? R. R hərfinin R. şifrəsi tapın deyil. A Y. variantı. Y olacaq. Bir Aha. Y. Buradan dördüncü hərfdir. 4 burada Y-dir deyə. İki Olur A. 2Y. A. 2-də ikinci hərfim A A. variantıdır. A-nın A. şifrəsi ilə A-dır, düzdür? D'dir. Üç. Üç D. hərfim D'nin D-dir. şifrəsi elə D'dir. D-nin Üç. şifrəsi D-dir. Birinci hərfdir burada da. D yazılır. 4 B'dir. Aha. Dördüncü hərfim I hərfidir. I hərfi burada B. ikinci hərfdir. Olacaq B B'dir. hərfi. Var. 5 K'dır. Beşinci hərfim U hərfidir. U hərfi konu sözündə dördüncü hərfdir. Var. Dördüncü hərf H-dır. Elə Əla. 4. 6 da O'dur. Altıncı hərfim S hərfdir. Konu sözündə beşinci hərfim. O da O-dur. O. Olur o. İndi buna uyğun variant tapmaq lazımdır. 1Y, 2A. Burada 2T'dir. A səhvdir. 1Y, 2A, 3B, 3D, 3D'dir. 3D düzdür. 4B, Z'dir 5H, 6F. Yanlışdır. 6 O olmalıydı. C variantı 1Y C düzdür. 2A düzdür. 3D düzdür. 4B düzdür. 5H düzdür. 6O. O da doğrudur. Doğru cavab olur. C variantı. C var. Aydın oldu. Bəli. Baxaq indi buradakında, bu suala hələ var. Bu suala da baxaq, ondan sonra baxarıq. Yenə bu sualda da yenə qayda eyni qaydadır. Sərçə kitab sözünü verib. Bizə bu səfər şifrələri verib söz istəyir. Amma burada 1, 2, 3, 4, 5-dən yox, əlifba sırasından istifadə edib. Yəni əlifba sırasında bilirik ki, A birinci hərfdir, B ikinci hərfdir, C 3-dür, D 4-dür, Y 5-dir. Aydın oldu. Yəni A-nı 1, B-ni 2, C-ni 3, D-ni 4, Y-ni 5 kimi fikirləşəcəyik. Yəni K-nın üstünə A yazıb, yəni A 1-dir. Yəni K burada neçənci hərfin şifrəsidir? Birinci hərfin, yəni elə kitab sözündəki K-nın şifrəsidir. Aydın oldu hamıya? İndi Cavab bəstədir. cavab C. bəstə ola bilər, bəli. Aha, bəli, bəstədir. Bəstədirmi? Bəstədir. İndi bizdən birinci hərfimizə tapmaq üçün nəyə baxmalıyıq? Üstü A olanı. Çünki A birinci hərfdir axı. Birinci hərfimiz Z-la şifrələnməlidir. Z nəyin şifrəsidir? Buradan Y-nin. Yəni Y 5-ci hərfi deməkdir. 5-ci hərfin burada nədir? B. B. Yəni burada bizim birinci hərfimiz olacaq B. İkinci hərfi tapmaq üçün baxmalıyam B hərfinə. Çünki B ikinci hərfimdir. O da şifrələnib U ilə. U nəyin şifrəsidir? Burada A'nın şifrəsi. B yazılıb. B olub Ə. Yəni ikinci hərfin şifrəsi deməkdir. Bu ikinci hərfin də Ədir burada. Olur B, Ə. İndi üçüncü hərfi tapmaq istəyirəmsə, baxıram C hərfinə. C hərfi üçüncü hərfi S-dir. demək göstərir. T hərfinə şifrələnib. T burada T-nın üstünə A yazılıb. A birinci hərfi göstərir. Yəni S-dir. S. Olacaq burada S. Dördüncü hərfə baxsaq, dördüncü hərfə D üçün baxmalıyam. D. Onun da altına F yazıb. İndi F nəyin şifrəsidir? Baxıram burada F-in üstünə C yazıb. Yəni üçüncü hərfə deyir, bax. Yəni Bu T. da olub T. Əla, bəs. Burada beşinci hərf qaldı. Beşinci hərfim
Üstünə Y yazılmalıdır burada. U. Y O da yazılıb olmalı. U'dur. Mən də bayaq U'nu tapmışdım ki, U Ə hərfi. Evet. Ona görə doğru cavab olur bəs hə. Aydın oldu. Bayaqlarda sizə Bəli. göstərdiyim, atdığım quizdəki sual bu idi. İndi düşünün bunu. Görün, indi tapa biləcəksiniz. Sualla bir de başa 2025-ci ilin sarardı. ikinci şansına düşən sualdır bu. Bayaqki sualı bir de başa salardınız da. Bayaqki sualı bir də başa Burada salın. Ramin'dir cevap. Necə? Ramin'dir burada cevap. Yox, Ramil. Burada da A, B, C, D, Y 1, 2, 3, 4, 5'in Bəli, yenə A, B, yerinədir. C, D-yi 1, 2, 3, 4, 5-i göstərir. İndi birinci hərfin nə olmalıdır? A-nın yanında A olan olmalıdır, düzdür? Yenə balaca A-lar yerlərini göstərəcək. İndi balaca A, yəni birinci hərfimdir. Birinci hərfin şifrəsi nə demək istəyir bizə? Y'dir. O D-dir. da D Ə, hərfi də A. dördüncü hərfi göstərir. O da A, i'dir. İ ilə İ baş. cevap. Söz i ilə başlamalıdır. Aha, baxıram ki, burada C hansı sözün içində var? Baxıram bu sözün içində C var. Və burada görəm yana D yazıblar. Yəni D dördüncü hərf demək olduğunu göstərir. Dördüncü hərf də burada i-dir. Yəni mənim sözüm i ilə başlamalıdır. İ ilə başlayacağım bir dənə sözüm var. O hansı sözdür? İmran. İmran sözdür. Bayaqki suala da baxaq. Kimsə dedi ki, bayaqki sualı bir dənə yenidən izah eləyək. Deməli, burada bir də desək, yenə ABCD'ye üstündəki ABCD'yi 1, 2, 3, 4, 5-i göstərir bizə. Uyğun olaraq A1-i, B2-ni, C3-ü, D4-ü, Y5-i göstərir. Yəni mən 1, 2, 3, 4, 5 aralığında hərfləri təyin eləmək istəyirəmsə, üstündə A, B, C, D, Y yazılana baxacam. A, B, C, D, Y. İndi görürəm üstündə A-nı nəyin üstündə yazılıb A? Z-nin üstündə. B, U-nun üstündə B yazılıb. T-nin üstündə C yazılıb. F-in üstündə D yazılıb. Bir də U-nun üstündə Y yazılıb. İndi baxıram, Z nəyin şifrəsidir? Z burada Y. Yəni Y 5-ci hərfi göstərir bizə. 5-ci hərfdəki B hərfidir. Z-nın altından yazıram B hərfi. Baxıram U nəyin şifrəsidir? U burada U-nun üstünə B yazıb, yəni B ikinci hərfi göstərir. İkinci hərf burada nədir? Ə hərfidir. Sonra üçüncü hərfim T. T hərfi baxıram burada A ilə işarə olunub. A birinci hərfi göstərir, yəni birinci hərfim S-dir, yəni T S-in şifrəsidir. Dördüncü hərfim F ilə şifrələnib. F nəyin şifrəsidir? Tapmalıyam. F-in üstünə burada C yazılıb. C burada 3-ü göstərir. Yəni üçüncü hərfi yazmalısan sən ora T. Buradan tapmışam ki, U-nun şifrəsi Ə U-nun şifrəsidir. Daha doğrusu U Ə-nin şifrəsidir. Buraya yazıram Ə. Cavab da olur bəs T. Aydın oldu. Ben Sonra burada da aydın olsa fərqli suala baxaq. İndi 26-cı sualda söz verib qabağında müəyyən bir ədəd verir. İndi burada rəqəm verir, ədəd verir. Bu ədədlər nəyi göstərir? Bu ədədlər göstərə bilər saitlərin sayını, samitlərin sayını. Ola bilər samitlərin sayından saitlərin sayının fərqini göstərsin. Ola bilər samitləri vursun 2-yə üstünə gəlsin saitlərin sayı. Ola bilər hər hansısa bir hərfin yerini göstərsin. Məsələn, demək istəyir bəlkə də Ə burada 3-cü yerdədir, tutaq ki, Ə burada da 4-cü yerdədir. Elə bir qanun uyğunluğu yarada bilər. Ola bilər hərfləri kvadrata yüksəltsin və sair əməllər ola bilər. Bunu da tapmalıyıq, fikirləşməliyik. İlk öncə sadə əməlləri fikirləşmək lazımdır. Məsələn, müəllim sözünün içində sait var. 3 dənə saatlərdir. Bəli, yəni qanun uyğunluğu odur ki, saitlərin sayını yazır qabağına.
Azərbaycan sözündə 4 dənə sait var. Çin sözündə Bir dənə. bir dənə sait. A variantı. Bu da A variantı. Baxın. Elə buna baxaq. Hərflərin Sayı sayı da göstər. burada. Bəli. Hərflərin sayı da Hərflərin sayı. İnformatika sözündə 11 hərf var. Məntiqdə 6. Qələmdə 8. Cavab nə Doqquz. olacaq? Kitabxanada Eyvah. 9 hərf var. 9. 9 Əla. variant. Burada samitlərin sayını. Saitləri vurublar 2-yə. Saytları Demək, informatikada 5 dənə sait 5-ə vurublar. Yəni Bu yox, kvadrat saytları hesabla demək kvadrat istəyirsiniz hesabla. yəqin ki. Sayına, Kvadrat hesabla. elə bil ki, saitləri sayına vurublar. Hə, saitləri Sayına kvadratı. vurublar. Bəli, Saitlərin saitlərin kvadratı. Cevap neydi? 5 dənə var sait, 5-in kvadratı. 2 dənə var sait, 2-nin kvadratı. 25. Bəli, ingilis dili sözündə neçə dənə sait var? 5 dənə. 25 dənə 25. 5-in kvadratı 20. olacaq 25. Aydın oldu hamıya? Bəli. 32-də Y. əla, doğrudur. Paytaxtdır bunlar, paytaxt. Türkiyənin paytaxtı haradır? Bəli. Ankara. Ankara, saitləri çıxıb, ancaq samitlər yazır. Çinin paytaxtı Pekindir. Pekindir. İndi Azərbaycan. saitləri atıb, samitləri. Azərbaycan sözündə indi Azərbaycan paytaxtı Bakıdır. A ilə I-ni atsa qalacaq, B ilə ki, Y variantı. İndi belə sual da ola bilər. Torun qabağına 3, termosa 92, minarədə 475, bir də terminator sözünü istəyir. Ola bilər ki, elə torun şifrəsi 3 kimi düşünürük burada. Heç nəyi şifrələməyib. Yəni, torun şifrəsi 3-dür. Termos sözündə heyecanın şifrəsi. Termos olaraq heyecanları ayıram. Yəni, terin şifrəsi 9-dur. Mosun şifrəsi 2-dir. 2. İndi bizdən terminatoru sorusunu istəyir. İndi terin şifrəsi nə olacaq? 9. 9, 4. 4, 4, əla. Na, 7, Na 7. Na 3'dəki. 7. Sonraki 3. Y variantı. Orada sonra 3. 3, bəli. 9, 4, 7, 3 olur cavab Y var. Hamıya aydın oldu sual? Bəli. Bəli. Əla. Davam edək onda. İndi, əvvəl sizin fikrinizi öyrənmək istəyirəm. Yəqin ki, mövzunu Burada biraz əvvəlcə başa düşdünüz. eyni hərflər eyni fiqurlara baxırıq. Bəli, Yəni eyni son hərflər, eyni fiqurları göstərməlidir. İndi deyin görə cavab nə olacaq? A, B arasında qalır. Sonra B. cavab B B. variantı olacaq. B B variantı, bəli. B variantı. B variantı. Amma B variantı deyirsə, yəqin ki, B variantı doğru variantı. Bəli, dedilər, düz dedilər. Eyni hərflər, eyni simvollarla fərqli hərflər, Bu fərqli kvadratdır. simvolları göstərməlidir. Baxıram ta ki, Ğ hərfləri eyni 2 dənə olmalıdır. fərqlidir kvadrat. Baxa görək, kvadrat kvadrat olmalıdır və ya üçbucaq olmalıdır. A səhvdir. B variantı doğru cavabdır. Kvadrat kvadrat düzdür. Burada kvadrat dairə olub səhvdir. Ğ hərfləri eyni olmalıdır. Dairə kvadrat səhvdir. D variantda kvadrat kvadratdır, amma burada üçüncü kvadrat da var, amma Üçbucaq. üçüncü Ğ hərfi yoxdur. Səhvdir. Doğru cavab olur B variantı. Əla, yaxşı. Bunun birinə də baxaq onda. Varmı biri də yanında? Ha, biri də var yanında. Səncə C-dir? A variantı. Y də C-dir. B, D uyğun gəlir. Aha, dedilər M ilə M eynidir. Baxırıq indi. 0 ilə 0 düzdür. C uygun D, gelmiyor ona. cavab 5 D'dir. düzdür. D 4 ilə cavab. 5 səhvdir. C-ni atıblar. A'lar da E'de uygun gelmiyor. 1 ilə 1, 2 ilə 2 bunlar 2 düzdür. ilə 2 Sonra A-larla A ilə A eyni olmalıdır. E'de Deməli, uygun 3 gelmiyor. Cavab ilə 3 D'dir. eynidir. Cavab D. 9 ilə 9 eynidir. 8 ilə 7 fərqlidir. Deməli, Y variantı doğru cavab deyil. 5 ilə 5 eynidir. Qalan bütün fiqurlar bir-birindən fərqlidir axı. Deməli, bütün simvollar bir-birindən fərqli olmalıdır. Baxıram ki, burada 1 ilə 1 eynidir. 1 ilə 1. Amma burada Ə ilə Ə eyni deyil axı. Ona görə B variantı səhvdir.
A variantı niyə səhv olacaq? 2 ilə 2 var burada. Amma burada 2 dənə T hərfi yoxdur misal üçün. Eyni simvollar deyil. A da səhvdir. Ona görə doğru cavab olur nə variantı? E, D variantı. D Aydın variantı. oldu hamıya. Bəli. Evet. Çox sağ ol. Bəli. Devam edək. Bir də qaldı şifrəli dillər. Bu sual tipinə də baxaq. Şifrəli dil nədir? Yenə mövzu şifrələr mövzusudur. Sual ona aiddir. Bu səfər hər sözün özünə məxsus şifrəsi var. Şifrədəki qabağında yazılan bu mənalı mənası sözlərdir. Hər sözün, hər hissəcin, yəni onun bir şifrəsi var, onlarla sözünün bir şifrəsi var, danışır sözünün bir şifrəsi var. Baxaq indi necə taparıq cavabı? Başlayırıq sözləri müqayisə eləməyə, cümlələri müqayisə eləməyə. Misal üçün, görürəm ki, Onlar cümlədən üçündə o varsa, onu tapa bilərəm. Y variantı. Udo, Dari. U varsa, deməli Onun onun şifrəsi şifrəsi U-dur. Və udur. dördüncü sözdə görüşür sözü var. Bəli, görüşür Görüşür sözü də var. Onda daridir. deməli görüşür sözü nədir? Dari hissəciyi Daridir. var. Deməli görüşür sözünün hissəciyi daridir. Dari. Udo, Aha, onda deməli səninlə sözünün hissəciyinə U-nu atdım, darini tapdım, Z hərfi qalır. Səninlə olur Z. Ha. Bu arada cavabı tapmaq mümkündür. Bəli, asan sual. Mən ətraflı izah edirəm deyə uzun çəkir. Mən onlarla görüşürəm. İndi onları tapdım. Deməli danışır sözü. Nə olacaq danışır sözü? Baxıram ki, danışır sözü burada da var, burada da var. Ha, Rama. doğru. Deməli, Rama sözü danışıram sözünü uyğun gəlir. Olur Rama. Buradan Z hərfini tapmışam ki, Z səninlə sözüdür. Z-nı da atanda, deməli, mən sözünə uyğun gələn hissəcik o hissəcikdir. İndi Eydi mən cavab. sözünü tapdım ki, odur. Onlarla Raman tapmışam, onu D tapmışam. variantı. Doğdu. O da Dari. Doğdu. O da Görüşürəm sözü qaldı. Görüşürəm sözünü tapmışıq. Daridir. Tarih. Dari. Olacaq cavab dari. Yəni hansı variant? D variant. D variantı. Aydın oldu. Maraqlı Bəli. sualdır məncə. Çətin Çox sual maraqlıydı. deyil. Eynisindən varmı? Eynisindən var idi. Biraz səliqəsiz amma görsənir. Onda mən gözləyirəm siz cavab verirsiniz. Maraqlıdırsa. D variantı. Bəli. D'dir. Əla. Mənim D variantı. Bu Dari. Bəli, hamı D variantı deyir. Bəli, doğru cavabdır. Yenə o suala oxşuyur. Onlar U hərfini göstərir. Mən səni görürəm sözünü istəyir. Mən sözü olur o hissəciyi. Eşidirəm sözü Ramadır. Ona görə görür sözü olur dari. Yəni onunla başlayıb dari ilə qurtarmalıdır. O da ki olur D variantı. Əla. İndi bu sualda nisbətən o suala oxşuyur. Yenə hər bir sözə uyğun burada bir dənə rəqəm verib. Misal, hansı rəqəmi tapa bilərik? 7-ləri tapa bilərik. Məsələn, Zay 8 tutaq. 7, 8 tapa bilərik bunları. Bəli, 8 sözün bir nəfər dedi ki, zaydır. Çünki 8 burada da var, burada da var. 8 olur zay. Ver də ola bilər. İndi baxıram ki, burada 7, Yeddi ver var. Ver 7 olur, ver. Bir. Baxıram indi məndən 8, 2, 0 istəyir. Yəni mənim cavabımda bir dənə zay sözü olmalıdır. İndi baxıram hansı söz variant atıram. D variantını atıram. Qalan heç birini ata bilmirəm. Və 7 yoxdur deyə ver sözü olmamalıdır. Y variantına ver var. Yeni atıram. Qalır A, B, C. İndi baxıram mən nəyi tapmalıyam cavabı tapmaq üçün? 2 ilə 0-ı. Tarı da çıxaq bunda. Mislə Şam olmalıdır. Mislə Şam zaten olmalıdır ona görə. Bəli, afərin düz variant. tapdınız.
7-nin ver olduğunu tapmışamsa, bunu atıram buradan. Deməli 2 sıfıra məcburdur nə qalır 2 sıfıra? Mislə şam. Yaşa. Deməli olur Cəzayir zay, C mis, variantı. C variantı. şam. Olur C. cavab nə variantı? C variantı. C. Əla. Aferin. Yaxşı, bir-iki dənə də suala baxaq. Bir dənə maraqlı sual tapım. Onu da verim sizə, yekunlaşdıraq. Yaxşı, gəlin bu sualı verim yenə. Qəbula düşən sualdır, keçmiş illərdə düşüb. Bayaq elədik, rəqəmlər bizə neçənci hərfin simvolu olduğunu göstərirdi. Abzasda cavab. Ama yok bir dakika. Abrekti. Abrikdir. Yoldaşlar da düşünsün. Abrek. Ye. Bir variantı deyirlər. Abzasda. Baxaq indi. Görürük ki, birinci hərfin şifrəsi T-dır. Tapaq ki, T hərfi. Hansı hərfin şifrəsidir? A. Burada da birinci hərfin şifrəsidir, yəni A-nı. Yəni birinci hərfim olacaq A. İkinci hərfi tapmaq üçün yanında 2 rəqəm yazılan D-ya baxıram. Yəni D-nın hansı hərfin şifrəsinin olduğunu tapmaq üçün gedirəm, baxıram hərflərimin arasına. Görürəm D hərfi burada 4-cü hərfi göstərir. D hərfi 4-cü hərfi göstərsə, bu da B hərfidir. Olur B. Üçüncü hərfi tapmaq üçün Q hərfinə baxıram. Q hərfi baxıram, burada da üçüncü hərfi göstərir. R. Üçüncü hərf burada Q D hərfidir. İndi A, B, R ilə başlayan bir dənə variantım var. O da hansı variantdır? Ye. Y variantı. Hamıya aydın oldu? Bəli. Bəli. Əla. Müəllim, bu tip ev tapşırığı verərsiniz də işləyərik olar mı? Bəli, sizə bir dənə PDF atacağım. 40 sualdan ibarətdir. Cavabları da var sonunda. 40-ını da işləyib gələn dərs bir yerdə baxacağıq o suallara. Aydın oldu. Olsun. Bu suala da baxaq. Bu sual da sonuncu sualımız olsun. Görək kim tapacaq. Hı. 2024-cü ilin qəbuluna düşən sualı bu. 6 R-dır. O D ilə Y getdi. B'dir cavab. Bəli, B-dir. 9 Q-dır. Hı -hı. Doğru cavabdır. A da 5'ti. 5, 9'u da B. B. Deməli, birinci hansı hərfi tapa bildiniz? A hərfini. Mən R-ları tapdım. 6'lar getdi. D ilə yeni avtomatik çıxartdım. Hı -hı. Əla. Birinci A'ları Sonra tapdım. Q-lara baxdım. Başlayır, qurtarır. 9. 9-da demək qazla başlayır. Maqla bitir. Avtomatik B oldu cavab. Əla. A hərflərinə baxırıq. Görürük ki, ortada bir dənə U, 4 dənə A var. A-nı tapırıq ki, A ortada 4 dənə olan 5 var. 5 ilə başlayan bir dənə variantım var. O da A sözüdür. 5, 1, 4 bu sözə uyğun gəlir. Yəni C-ni atırıq bizdən çünki maq sözünü istəyir. İndi buradan T hərfini tapıram ki, T hərfi T-nın şifrəsi 4-dür. Deməli 4 ilə başlayan variant 4, 5, 6 tar sözünə aiddir. Tar sözünü də atıram. Buradan R hərfini tapıram 6-dır. Gətirib yazıram bura. Sonra 6 ilə bitən variantım 2, 5, 6-dır. Bunu da atıram. Qalır maq sözü ilə qaz sözü. Gətirib maq sözünün yanına elə qaz sözünü yazıram ki, yan-bayan görək bu sözləri. Və mənim də 2 dənə şifrəm qalıb. 958-dən 359 və bu hərflər A-dan başqa heç bir hərf digər hərfin içində yoxdur. A hərfi də mənə kömək eləmir. Amma görürəm ki, maq sözünün sonundakı hərf qaz sözünün
Hər sözündəki birinci hərfinə eynidir. Birinin sonu digərinin əvvəlidir. Görürəm ki, mak sözünə 359 yazmalıyam ki, 359. Qaz sözünə 958 düşsün ki, Q hərflərinin şifrəsi 9 olsun. Aydın oldu. Ona görə mak sözünün şifrəsi olur 359. Yəni nə variantı? B variantı. Aydın oldu hamıya? Bəli, müəllim, aydın. Hamıya aydın olursa, kifayət eləyər bu qədər. Bugünlük. Deməli, sizə atacağım 40 dənə sual. Kitabın bir hissəsini atacağım. Nə o qədər çox çətindir, nə o qədər çox asan. Gələn dərsə inşallah. Onları işləyərsiniz, bir yerdə oturarıq. Müzakirə eləyərik, amma işləyib yoxlayarsınız. Variantlardan bir yerdə atacağım düzgün cavablarla. Aydın oldu. Bəli, müəllim, aydın. Bəli.